Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Mən Günəş Vəliyeva. Bu gün sizə periferiya qurğuları haqqında ətraflı məlumat verəcəm. Daha doğrusu giriş və çıxış qurğularını bir-birindən necə fərqləndirmək lazımdır, onun haqqında ətraflı məlumat verəcəm. Periferiya qurğular dedikdə informasiyanı kompüterə daxil edən və xaric edən qurğular nəzərdə tutulur. Daxil edən qurğulara deyirik giriş qurğuları, xaric edən qurğulara isə deyirik çıxış qurğuları. Gəlin giriş qurğularına nəzər salaq. Birinci, klaviatura. Klaviatura bilirik ki, mətn tipli informasiyanı kompüterə daxil edir. Üzərində 104, 110-a yaxın düymə var. İkinci, digitizer. Buna deyirik qrafik planşet. Hal-hazırda mənim yazdığım qələm elə digitizerin qələmidir. Xüsusi bir qələmi var. Bax bu hissəyə yazdığım hər hansı bir məlumatı kompüterin ekranında göstərir. Yəni giriş qurğusudur. Üçüncü, mikrofon. Burada indi belə bir mikrofon şəkli qoymuşam, amma normalda kompüterin və yaxud da ki, telefonun mikrofonundan söhbət gedir. Analoq informasiyanı kompüterə daxil edir. Yəni mən analoq insanın daxil etdiyi hər hansı bir səsi kompüterə içəri daxil edir. Dördüncü, web kamera. Kamera görüntüləri kompüterə daxil etmək üçün istifadə olunan giriş qurğusudur. Məsələn, mən hal-hazırda belə deyim, kameranı açsam nə edəcək? Mənim çöldə olan görüntümü içəri daxil eləyəcək. Yəni giriş qurğusudur. Sonra skaner. Skaneri bilirik ki, kağız üzərində olan informasiyanı kompüterə daxil edir. İki növ var. Əllə işləyən skanerlər var, bir də stolüstü skanerlər var. Bir gün görürük mağazalarda, marketlərdə əllə işləyən skanerləri, kartları yaxınlaşdırırıq, oxuyur, barkodların oxunması üçün istifadə olunur. Bu əllə işləyəndir. Bir də stolüstü skanerlər var. Stolüstü skanerlərdə burada görürük desktop skanerdir. Üç növ var. Flatbed, sheetfed, bir də overhead. Bunların haqqında məlumat dövlət qulluğu üzrə düşmür. Skanerin aktiv imkanı bir düymə düşən nöqtənin sayı ilə müəyyən olunur. Yəni dip ilə bir hissəyə düşən nöqtənin sayı ilə müəyyən olunmuş olur. Sonra MIDI klaviatura. MIDI klaviatura kompüterə qoşulmuş musiqi aləti kimi istifadə olunur. Bunlar bəzən lori dildə sintezator deyirik, amma sintezatordan fərqi çoxdur bunun. Ona görə bu sadəcə giriş qurğusu olaraq belə deyim tanınır. Sonra TV tuner. TV tuner televiziya siqnallarını qəbul edərək kompüterə ötürən giriş qurğusudur. Sonra mouse. Mouse digər adı manipulyatordur bilirik. Hərəkəti idarə edici siqnala çevirir. Mouse'un üzərində belə bir dircək var bilirik. Bu dircək bax bu səhifəni yuxarı aşağı hərəkət elətdirmək üçün istifadə olunur. Sol düymə enterdir. Enter düyməsinin təyinatını keçmişdik. OK əməliyyatıdır. Sol düymə ilə enter eyni funksiyanı yerinə yetirir. Sağ düymə isə kontekst menüsünü açır. Yoldaşlar, kontekst menü deyəndə nə başa düşülür? Harda olursansa ol, orada sağ düyməni vurarkən, orada o sənəd üzərində və yaxud da o proqram üzərində, o slayd üzərində edə biləcəyin əlavə əməliyyatları göstərir belə. Burada mouse-la bərabər mouse-un digər belə deyim yoldaşları var. Trackball, touchpad, joypad, joystick, pen mouse, gamepad və s. Bunların hamısı ümumilikdə giriş qurğuları adlanmış olur. İndiyə kimi yuxarıda keçdiyimiz bütün qurğular giriş qurğuları idi. Gəlin çıxış qurğularını tanıyaq. Çıxış qurğuları az olduğundan çıxış qurğularını əzbərləmək daha rahat olur. Birinci, proyektor. P hərfindən gələn qurğular hamısı çıxış qurğularıdır. Proyektor. Proyektor görüntülər lövhə üzərinə vizual şəkildə göstərən çıxış qurğusudur. Görmüşük, istifadə də etmişik. İkinci, plotter. Plotter printerin böyük versiyasıdır. Daha çox reklamlarda, bannerlərin çıxardılmasında, afişaların, xəritələrin çıxardılmasında plotterdən istifadə olunur. Dövlət qulluğu üzrə plotterin kateqoriyaları və yaxud da ki, belə deyək, növləri haqqında hələlik indiyəcən bir sual düşməyibdir, amma hər ehtimal öyrənmək lazımdır. Çap texnologiyasına görə qələmli, karandaş qələmli, şırnaqlı, elektrostatik, lazer, LED və s. növləri var. Bilirik ki, printerində şırnaqlı növü var idi, LED növü, lazer növü var idi. İkinci, quruluşuna görə barabanlı və planşet tipli olur. Çap məhsullarının ölçüsünə görə iki yerə bölünür. Biri var rulon tipli, böyük kağızlar, daha ondan biraz balaca olan planşet tipli plotterlər var.
İndi keçirik printerlər. Printerlər bilirik ki, baxın burada fikir verin. Proyektor, proyektor, plotter, printer hamısı P hərfindən gəlir hələ ki çıxışların. Kağız üzərindəki məlumatı əks etdirən çıxış qurğusudur. Printer. Printer özü iki hissəyə bölünür. Zərbli printerlər var və zərbsiz printerlər var. Zərblilər impact, loru dildə buna deyirik, döyməklə çıxardır, zərbə endirir, impact. Amma zərbsizdə non-impact, yüngüldür. Onlar zərbə endirmədən çıxardır. Zərbli printerin iki növü var. Literalli printerlər, bir də matrisli printerlər. 2025-ci ildə AC kateqoriyasını bilirsiniz ki, matrisli printerlər düşmüşdü. Xüsusiyyətini soruşmuşdu, xassəsini soruşmuşdu. Literalli printerlərdə çəkicdən istifadə olunur. Matrisli printerlərdə nöqtələrdən. Biz buna iynə də yaza bilərik. Çünki iynəni xırda-xırda döyərək o yazını, o şəkli çıxardırdı. Hazırda bunlardan istifadə olunmur. Zərbsiz printerlərdə isə birinci şırnaqlı ink mürəkkəb istifadə edilir. Yadınızdadır, o vaxtda biz bu printerlərdən istifadə edirdik. Mürəkkəbi biraz çox qoyan kimi çox tünd çıxırdı, az qoyan kimi yaxşı oxunmurdu. O qədər də effektiv bir printer növü deyildi, belə deyim. Mən elə düşünürəm. Sonra lazer printerlər var. Lazer printerlər hal-hazırda toner adında maddədən istifadə edən printerlərdir. İkincisi termiki printerlər. Termiki printerlər qızdırılmaq hesabına, belə deyim, istifadə olunan printerlərdir. Bütün marketlərdə QR kod, belə deyim, qəbizlərin çıxdığı o QR kod hissəsi, hansı ki ona deyirik ƏDV çekləri. Bax, həmin onu çıxardan termiki printerlərdir. Balaca printerlər adlanmış olur. Bax, bunlar printerin növləridir. Demək, zərblilər literalli, matrisli, zərbsizlər şırnaqlı, lazer və termiki növünə bölünür. Bəs printer almağa gedərkən mən onun hansı xassələrinə baxacam? Çap keyfiyyəti. Görüm çıxartdığı keyfiyyətlidirmi, oxuna bilirmi və yaxud da yox. İşləmə qabiliyyəti. İşləmə qabiliyyəti. Görüm səslidirmi işləyir, səssizmi işləyir. Əməliyyatların prinsipi. Görüm hər şey ardıcıllıqla yerinə yetirilir. Əməliyyatların bir ardıcılığı, bir prinsipi varmı? Qrafik imkanlarının olub-olmaması, yəni tək mətnmi çıxardır, yoxsa ümumi şəkil fiqurda çıxardırmı? Çap sürəti. Görüm sürətli çıxardır, zəifmi? Rəng imkanı. Zaten printer yerinə gedən kimi ilk verdikləri iki sual var. Rəngli mi istəyirsiniz, rəngsizmi? Bir üzlü mü istəyirsiniz, iki üzlümü? Qiyməti bilirsiniz ki, əsas xassələr siyahısındadır. Bax, bu printerin əsas xassələri, yəni xarakteristikalar adlanmış olur. Yoldaşlar, bir də səs ucaldıcılar var, qulaqcıqlar. Bunlara akustik sistemlər deyirik. Akustika, səs. Bunlar çıxış qurğulardır. Məsələn, kolonka, sonra loru dildə maqnitofon, qulaqcıq, loru dildə nauşnik. Bunlar hamısı çıxışdır. Bircə dənə yadda saxlayın ki, səsə aid mikrofon yalnız giriş qurğusu hesab olunur. Belə. Deməli, sadəcə çıxış qurğularını desək nə deyirik? P, proyektor, P, plotter, üçüncü P, printer, sonra səs ucaldıcılar, akustika və sonuncu olaraq nə? Monitor. Bilirsiniz ki, monitor əsas xarici etmə qurğusudur. Və monitorda əsas, belə deyim də, video kartın tutumuna diqqət olunur. Yəni, tutumu diqqət etmək lazımdır. Monitorun xassələri çoxdur. Ekran diaqonalının ölçüsü, sonra ekran pikselinin qiyməti, seyrəklik qabiliyyəti, təzadlıq dərəcəsi, müşahidə bucağı, matrisin tipi, piksellərin əks olunma vaxtı, açılışın maksimal tezliyi, bunlar monitorun əsas xassələridir. Bəzən rəng imkanını yoldaşlar monitorda götürürlər. Xeyr, monitorda rəng imkanı olmur. Rəng ancaq printerdə olur. Gördün ki, məsələn, monitorun xassələri çətindir, çoxdur, öyrənə bilmirsən, printeri, kompüteri və prosesoru öyrən yerdə qalan zaten monitorun payına düşəcək. Bax, bu da oldu monitor. Monitorun növləri var. Elektron şüa borulu monitorlar, maye kristallı monitorlar, plazmalar, ledlər. Bax, bu monitorun növləri. İnformasiyanı daxil edən qurğuları keçdik. Xaric edənləri də keçdik. Bəs həm daxil edən, həm xaric edən qurğular hansılardır?
Sensor monitor. Bax, monitor sadəcə çıxış qurğusudur, amma sensor monitor, touchscreen monitor həm giriş, həm çıxış qurğusudur. Səs kartı, modem, şəbəkə kartı, faks modem, disk sürücüləri. Bunlar nədir? İnformasiyanı həm daxil edən, həm xaric edən. Bəs Məhəmməd, disk sürücüsü nə idi? Disk sürücüsü sistem blokun üzərində diskin taxıldığı yer var idi. Bax, o disk sürücüsü idi. Bəs faks modem nə idi? Faks modem bizim köhnə vaxt istifadə etdiyimiz modem tipləridir. Faks modem tipləri. Biz nəyə görə bunlar həm daxil edən, həm xaric edən adlanır? Çünki bunlar içərisində analoq siqnalı nə edirlər? Rəqəmsala çevirə bilirlər. Analoqu rəqəmsala, bəzən də rəqəmsalı analoqa çevirə bilirlər. Bəs yaxşı, analoq və rəqəmsal nə deməkdir? Analoq insanın qəbul etdiyi informasiyadır, rəqəmsal isə kompüterin. İnsanın qəbul etdiyi informasiya analoq kəsilməzdir, ancaq kompüterin qəbul etdiyi informasiya nədir? Kəsiləndir. Bax, bu bizdə adlandı periferiya qurğular. Belə. Təşəkkürlər.